Əziz qardaşlar, bir dəfəsində Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlara üzünü tutaraq onlara belə bir sual verir. Deyir ki, ey möminlər, sizlər qeybətin nə olduğunu bilirsinizmi? Bu zaman təbii ki də oranı müsəlmanlara qayıdırlar ki, ya Peyğəmbər, təbii ki də Allah və Rəsulu daha yaxşı bilər deyə onlara öz ehtiramlarını, öz hörmətlərini bildirirlər. Bu zaman Əfəndimiz sallallahu aleyhi və səlləm qayıdır ki, qeybət etmək bir insanın olmadığı yerdə onun arxasınca danışmaqdır. Yəni, bu zaman belə bir ifadə bildirdiyi vəziyyətdə bir nəfər müsəlman qayıdır ki, ya Rasulallah, bax, mən danışıram başqasının dalıyca və danışdığım xüsusiyyətlər də həmin adamda var. Yəni, bu da qeybət sayılır deyə soruşur ondan. Allah Rəsulü buyurur ki, bəli deyir. İstəyir fırıldaqçı olsun, paxıl olsun, nə bilim, filan günah işləsin, peşman səhv əməli olsun. Adamın arxasınca əgər deyir, onun qüsurunu, onun günahını danışırsansa, bu qeybətdir deyir. Yəni, bu adamın pis adam olmasından, yaxşı adam olmasından asılı deyil. Yəni, bir adamın arxasınca danışmaq qeybət hökmündə sayılır. Əgər deyirsən, bir adamın arxasınca danışarsansa və əgər danışdığın bir şey də o adamda olmazsa, bu o zaman qeybətdən daha böyük bir günahdır. Bu, böhtan, şər günahıdır deyir bu zaman. Yəni, əziz qardaşlar, bu hədis-i şərif həqiqətən də bizə çox ibrətli bir hədis-i şərif kimi gəlməlidir. Və biz burada nəticə çıxarmalıyıq ki, insan nə qədər pis olur olsun, biz heç vaxt heç bir mömin qardaşımızın arxasıca heç bir qüsurunu, heç bir eybini danışmamalıyıq. Bir digər hədis-i şərifi var Allah Rəsulunun sallallahu aleyhi ve sellem. Deyir ki, Allahın huzuruna deyir, meyraca çıxarıldığım zaman misdən dırnaqları ilə sinələrini və üzlərini cırmaqlayan insanlar gördüm. Yəni, deyir, dırnaqları misdən idi, uzun dırnaqları idi. Üzlərini və sinələrini o dırnaqları ilə cırmaqlayırdılar. Yəni, təbii ki, heç bir insan öz üzünü, öz sinəsini cırmaqlamaz. Burada o deməkdir ki, artıq o günahı işlədiklərindən dolayı əlləri onların sözünə qulaq asmır və Allah Teala o əlləri əmr edir ki, onun üzünü və sinəsini cırmaqlasın. Bu şəkildə deyir, özlərinə işgəncə edirlər və sonrasında dəriləri soyulurdu deyir. Üzünün dərisi, sinəsinin dərisi soyulurdu. Bir müddət keçdikdən sonra Allah Teala deyir, o dərini təkrar bərpa eləyirdi. Və təkrar bərpa edildikdən sonra yenə insanın əllərinə əmr edirdi və təkrar o əllər insanın bədənini cırmaqlayaraq oranın dərisini məhv edirlər. Deyir, Cəbrail əleyhissalamdan soruşdum ki, ya Cəbrail, bu insanlar kimlərdir? Yəni, bu insanlar dünyada hansı günahı işləyiblər ki, Allah Teala deyir, onları bu şəkildə cəzalandırır. O zaman deyir, Cəbrail əleyhissalam qayıtdı ki, onlar deyir, dünyadaykən qeybət edən bir kimsələr idi deyir. Yəni, təsəvvür edin, qeybət edən insanların cəzasını da Allah Teala bizlərə bu vəsilə ilə göstərmiş olur. Bir digər hədis şərif var, Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, deyir, atəşin odunu yediyi kimi qeybət də deyir, salih əməlləri yeyib bitirər. Yəni, bu da çox böyük bir hədisdir. Yəni, təsəvvür elə ki, sən bir adamı sevmirsən, o adam sənin heç xoşuna gəlmir və onun arxasında danışırsan. Sabah axirətdə həmin arxasında danışdığın adam da gəlir ki, bəs sən mənim haqqıma girmişdin, sən mənim dalınca danışmışdın, sən o zaman haqqımı halal etməyimi istəyirsənsə, namazlarımın savabını mənə verəcəksən, oruçlarımın savabını mənə verəcəksən deyir. Bu şəkildə biz halallaşa bilərik. Yəni, təsəvvür elə ki, səhər güzbala ilə yuxudan dururuq, oyanırıq, 2 rükət sübh namazı qılırıq, bunu əziyyət çəkib edirik də və yaxud da axşama qədər qarnımıza at saxlayırıq, Allaha ibadət edirik. Bu zamanda axirətdə ən zəhlən getdiyimiz adam, ən xoşumuz gəlmədiyimiz, bəyənmədiyimiz bir adam gəlir o namazların, o oruçların savabını bizdən alır, aparır. Nə var ki, biz onun qeybətini etmişdik. Yəni, ona görə də təbii heç kim bununla qarşılaşmaq istəməz. Bu zamanda qeybətdən uzaq durmamız lazımdır. Və yaxud da bir digər Peyğəmbər sallallahu əleyhi və səlləmin hədis şərifi var. Deyir ki, kim bir mömin qardaşının eybinin üstünü örtərsə, Allah Teala da deyir, onun eybinin üstünü örtər. Yox deyir, kim bir mömin qardaşının eybinin üstünü açarsa, o zaman Allah Teala da o möminin eybinin üstünü açar. Deyir, kim bir insanı qınayarsa, yəni etdiyi əməldən dolayı qınayarsa, Allah Teala deyir, həmin əməli o insana işlətmədən bu dünyadan o insan köçməzdir. Yəni, qınadığın deyir, sənin başına gələr. Bu mənada belə bir hədis şərif də vardır. Yəni, əziz qardaşlar, bir digər hədis şəriflər var, onlar çox önəmlidir. Deyir ki, Allah Teala qeybət edən insanlara, yəni söz daşıyan insanlara cənnəti deyir, haram edər və cəhənnəmi isə onlara vacib edər deyir. Yəni, bu şəkildə bir hədis var. Və bir digər hədis şərifdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki,
deyir, qəbir əzabının ən şiddətlisi, yəni qəbirdəki o əzab görüləcəklər, onun ən şiddətlisi qeybət edənlər olacaq. Yəni içki sən demir, nə bilim, başqa bir günah edən demir, sırf qeybət edəndir. Yəni qeybət edənlərə qəbir əzabının ən şiddətlisi də deyir, onlara olacaqdır. Bu şəkildə bizlərə bildirmiş olur. Bir dəfəsində Həzrət Ayşə anamız Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir. İstəmədən ürəyindən bir söz çıxır, ağzından bir söz qaçırdır. Bu da biraz qeybət mahiyyətində olur. Bu zaman Peyğəmbər sallallahu əleyhi və səlləm onu öyrətmək üçün, tərbiyələndirmək üçün deyir ki, ey Ayşə deyir, sən elə bir söz söylədin ki, deyir, bu sözü deyir, dənizə atsaydın deyir, dənizin tamamını ifsad edərdi, dənizin tamamını korlayardı deyir. Yəni təsəvvür edin, ağızdan çıxan bir söz bəzən Allah qatında o qədər ağır qarşılana bilər ki, dünyadakı bir dənizi belə ifsad edəcək qədər günah yazıla bilər insan əziz qardaşlar. Bu mənada Peyğəmbərimiz sallallahu əleyhi və səlləm gündəlik yaşantıları ilə bunu bizə öyrətmiş olur. Bir digər də baxdığımız zaman deyir, bir dəfəsində bir qadın olur. Həmin qadın qeybətçil bir qadın olurmuş. Davamlı deyir, insanların qeybətini edərmiş. Bir vaxt gəlir ki, bu qadın peşman olur. Peşman olur, deyir, artıq mən qeybət etməyəcəm. Bu zaman bir alimin yanına gəlir. Həmin alimə deyir ki, bəs mən dindən o qədər başım çıxmır, yəni qeybətin də nə qədər günah olduğunu tam olaraq idrak edə bilmirəm, amma istəyirəm ki, bu günahımı tərk edim deyir, bu günahdan uzaqlaşmaq istəyirəm. Yəni həmin alim də əziz qardaşlar, sırf qeybətin nə qədər böyük günah olduğunu izah eləmək üçün ona bir tapşırıq verir. Deyir ki, gedəcəksən bir bazara və həmin bazardan bir toyuq alacaqsan. Və həmin aldığın toyuğu da kəsdikdən sonra tüklərini yonub yığacaqsan, cibinə bir qaba götürəcəksən və yolla səpəliyə-səpəliyə o tükləri mənim yanıma qədər gələcəksən. Bu zaman həmin qadın bazardan toyuğu alır, kəsir, tükləri yolla səpəliyə-səpəliyə gəlir alimin yanına. Daha sonra alim ona növbəti bir tapşırığını verir. Deyir ki, indi isə növbəti tapşırığı verirəm sənə. Sən deyir, səpələdiyin tükləri indi deyir, yığa-yığa geriyə qayıdacaqsan deyir. Bu zaman qadın baxır, deyir ki, bir təhər yığaram deyə düşünür. Amma qayıtdığı zaman görür ki, bu yolda tükləri külək uçurduqdur. Yəni, tutaq ki, 1000 dənə tük var idisə, 100 dənəsini güzbala tapıb yığır əziz qardaşlar. Bu zaman gəlir alimin yanına, deyir ki, alim deyir, sən mənə niyə belə bir göstəriş verdin? Alim də qayıdır ki, deyir, mən sənə qeybətin, belə deyək ki, vəbalını anlatmaq istəyirəm. Sən bugün tökə-tökə gedirsən, deyir, o günahları, o qeybəti edə-edə gedirsən, sabah deyir, axirətdə Allah da sən onu yığdır deyəndə sən yığa bilməyəcəksən. Yəni onun belə vəbalı altından qalxa bilməyəcəksən. Çünki əziz qardaşlar, normal bir günah işlədiyimiz zaman günaha tövbə edərik, Allah bağışlayar. Amma qeybət etdiyimiz zaman gərək həmin adamdan halallıq alaq. Təbii ki, indi də biri mənim qeybətimi etmişdirsə, mənim deməli pisliyimi istəyir o adam. Mən də o adama niyə haqqımı halal edim ki? Deməli, bu adam məni xoşlamır, mənim arxamca danışır, məni pisləyir də bu adam. Təbii ki, insanların böyük əksəriyyəti də elə adamlara haqqını halal etməzlər təbii ki də, bu da ondan qaynaqlanır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm bu məsələlərə xüsusi diqqət yetirməyimiz tələb edir. Başqa bir hədis şərifində buyurur ki, deyir, insanlar sabaha qalxdıqları vaxtı, yəni səhər yerindən oyandıqları vaxtı bütün bədən üzvləri onların dilinə yalvarmağa başlayırlar. Bütün bədən üzvləri, qollar, ayaqlar, qəlb, nə bilim, bütün bədən üzvləri dilə yalvarırlar ki, ey dil, bax, bizim hamımızın aqibəti səndən asılıdır, sən doğru yolda ol. Yəni, sən doğru şeylər danış ki, biz də doğru ola bilək. Çünki sən yanlış şeylər danışsan əgər, o zaman bu bizim də yanlışa doğru sürükləməyimizə gətirib çıxaracaq. Yəni, görün, bütün orqanlar hamısı bizə də dildən asılıdır, əziz qardaşlar. Ona görə də dilimizi düzgün tutmamız lazımdır. Və məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlib soruşurlar ki, ya Rasulallah, biz cənnəti qazanmaq istəyirik. Yəni, cənnəti qazanmaq yolunda ən çox nəyə diqqət edək deyə soruşanda Allah Rasulü qayıdır ki, dilimizə deyir, diqqət yetirin. Çünki deyir, əgər siz dilinizə zamin dura bilərsinizsə, yəni dilinizlə pis sözlər söyləməyəcəyinizə zamin dayanırsınızsa, mən də deyir, Allahın cənnəti sizə verəcəyinə zamin duraram deyir. Çünki hər şey demək olar ki, dildən asılıdır. Günahların çoxsu da dil günahından qaynaqlanır. Və deyir, insanları cəhənnəmə atan da onların deyir, danışdıqlarından başqa bir şey deyildi. Bu şəkildə bizlərə bildirmiş olur. Bir digər hədis şərif var, əziz qardaşlar. O hədis şərifdə buyurulur ki, deyir, qiyamətdə içi çöldən görsənən, çölü də deyir, içərdən görsənən çox möhtəşəm köşklər vardır, cənnət köşkləri vardır.
Bu köşklər mülayim danışan insanlara veriləcəkdir. Yəni mülayim danışmağı kim ki bacararsa, mülayim olmağı bacararsa, deyir bu köşklər həmin insanlara deyir veriləcəkdir. Bu da bir mükafat olaraq qarşımıza qoyulmaqdadır. Daha sonra bir digər hədis şərifdə Allah Rəsulü buyurur ki, deyir sizdən öncəki qövmləri həlak etməsində əsas səbəb dillərindən başqa bir şey deyildi. Yəni deyir, əsas onların həlakına gətirib çıxaran onların deyir dilləri olmuşdur əziz qardaşlar. Ona görə də sonda bir hədis şərifi qeyd edək. Deyir ki, Allah Rəsulü kim ki deyir, mömin qardaşının deyir qeybətini edərsə, o zaman deyir həmin adam bilsin ki, qiyamət günü məhşər meydanında qızıl və gümüşün fayda verməyəcəyi bir gün o adam deyir Allahın qəzəbindən qurtula bilməyəcəkdir deyir. Yəni bu həqiqətən çox böyük bir hədisdir. Ona görə Allah təala dua edək ki, Uca Rəbbimiz bu danışdıqlarımızdan ibrət almağı hər birimizə nəsib eləsin. Allah təala dua edək ki, hər zaman dilimizə sahib çıxmağı bizə qismət eləsin. Allah təala dua edək ki, qeybətdən, pis sözdən, lağlağadan, yəni Allaha xoş getməyən ifadələrdən hamımızı mühafizə eləsin. Və Allah təala dua edək ki, hər zaman dilimizi zikirlə islah saxlamağı, Allaha